Kişi tatıydı hamısı. Qoyun qığın pişirib. Biz de nağara çalan Vüqar dedi ki Day dedi qoyun içalatı var. Dedi ki "Hə, var. Dedi ki mən istəyirəm bəs qoyun içalatı yemək. Kim nə yeyir yesin də qardaşım mən qoyunun içalatını yemək istəyirəm. Deməli Vüqar dedi qoyun içalatı yemək istəyirəm. Fəxrəddin dedi mən də istəyirəm. Sonra o birisilər kim idi? Hamısı dedi ki mən də yemək istəyirəm də içalatı. Kişinin əlinə dönüm. Neynədi kişi? Getdi içalatı bişirəndən sonra qoyun da təzə ot yeyib qığlayıb da qoyunun qığını da belə yığ, qarışdır. Tök o qovurmanın içinə. Get qabaqlarına qoy. Yedilər bunlar. Bunlar yedilər. Mən də fikirləşdim ki mən belə göyərti görməmişəm də. Mən belə göyərti görməmişəm. Hamı necə yeyir? Onda Qumral yadındadır Fidan, siz balacaydınız da. Qumralla Fidan da balacaydı. Apardıq Qubada bağımıza qoyaq, biz də gedəcəyik də toya. Bunlar da bağda qalsınlar. Dedim o fışqa bura, evimdəki arvadda. Dedim o fışqa bura. Mən başa düşmürəm. Bu nə göyərtisidir ki belə. Dedi az Aytova, o da Ağdamlıdır da belədim. Az Aytova. Bu qığdır. Dedim qıq nədir? Deyir ki qoyunun qığı. And olsun Allaha. İndi məni tutmaq olar. O qədər güldüm. Ürəyim getdi də ki bunlar qıq yeyiblər axı. Bilirsən nə edirlər? Belə çörəyi, təndir çörəyin kəsirlər, belə atırlar qığlı içalatın üstünə belə. Qığı da ki yağda bişiriblər. Qıq da acı zadı olmurmuş ya, kazvayetsa. Bunu bir də ləzzətlə yeyiblər. Sonra dedim ay Vüqar, sən xəbərin var, sən qıq yemisən bayaqdan. Deyir ay nə qığı? Onun göyərtini o qədər bir maşında çəkmişdilər, deyir göyərtini deyəsən. Vay. O da özdə titiz adamıydı öydəki. Vay Allah. Ürəyin istədi kəsib. Yo, içkili zat deyirlər. Hələ heç bismillah eləyib toya gedib çıxmamışıq. Biz elə hələ oturublar ki, bunlar restoranda özləri zakaz veriblər. O qığlı içalatı yedilər qəşəng. Qığlı içalatı. Bunlara dedim ki, Ofuş dedi ki, belə təriş bu, yaman gündədir. Bu bağırsağı zadı yumayıblar yəqin. Sonra da kişi dedi ki, yox, nə bağırsağı yumaq? Bağırsağı təmizləmişik, qəşəng onu yumuşaq. Sonra tökmüşük içalatın içinə. Ürəyim istədi.